Salam, hər vaxtınız xeyirli olsun. İndi izah edəcəyim mövzu yeni mövzulardır ki, bunlar Time kitabına yeni əlavə olunmuş mövzulardır. Ümumiyyətlə imtahana yeni düşən mövzulardır. Çətin bir mövzu deyil. Əsas odur ki, diqqətlə qulaq asıb anlayasınız və mən də həmişəki kimi sadə və bir asan yolla bunu izah edəcəm sizlərə. Deməli, müəllimlər, praktik təfəkkür gəlir. Praktik təfəkkür nədir? Praktik təfəkkür insanın gündəlik həyatda qarşılaşdığı real situasiyaları anlamaq, vəziyyətə uyğunlaşmaq və problemin ən məqsədə uyğun həll yolu seçmək qabiliyyətidir. Məsələn, deyək ki, evdə su sızır, su borusu sızır və yaxud da su partlayıb da hər yan sudur. Siz ilk tədbiriniz necə olar? Sizin ilk tədbiriniz təbii ki, həmin saat ən ideal vəziyyətdə, yəni ən ideal həll yolu ustaya zəng eləməkdir. Amma siz həmin vəziyyətdə ustaya zəng eləməyəcəksiniz də. Ən məqsədə uyğun ilk tədbir nə olacaq? O pişidən suyu bağlamaq olacaq. Düzdürmü? Bax, bu sizin ilk tədbirinizdir. Məqsədə uyğun bir şəkildə o problemi həll etməyinizdir. Bu praktik təfəkkürdə əsaslanan bir tədbirdir. Və yaxud da deyək ki, qızdırmanız qalxıbdır, 39-40 dərəcədir. Siz birinci təbii ki, ən ideal vəziyyət, yəni problemin ən ideal vəziyyətdə həlli acilə zəng eləməkdir. Düzdürmü? Amma siz nə edirsiniz? Siz ilkin tədbirləri görürsünüz. İlkin tibbi yardımlar ev şəraitində özünüz deyək ki, biz dərman qəbul edəcəyik, dərman içəcəyik və yaxud da təbii vasitələrdən istifadə edəcəyik. Düzdürmü? Yəni bunu səmərəli şəkildə tez bir zamanda ilkin tədbirlərdir ki, bu problemi həll etməyə çalışacağıq. Bu isə bizim praktik təfəkkürümüzdən irəli gəlir. Yəni praktik təfəkkür bunu tələb edir. Və burada var ki, eyni zamanda praktik təfəkkür nəzəriyyəni həyati bacarığa çevirməkdir. Yəni nəzəriyyəni, öyrəndiklərimizi tətbiq etməkdir. Baxın müəllimlər, burada tapşırıqlar verib ki, bu tapşırıqlara əsaslanaraq, yəni bu situasiyalara əsaslanaraq da yadda saxlamaq mümkündür. Fikir verirsiniz, deyir ki, məktəbdə kitabxanadan az istifadə olunur. Siniflər üçün qısa maarifləndirici fəaliyyət planı hazırla. Fikir verirsiniz, nə isə həyata keçirəcək. Bu bir plan həyata keçiriləcək. Plan hazırlayacaq. Praktik cəhətdən həyata keçirəcək. Sinif ekskursiyası üçün 120 manat büdcə var. Nəqliyyat və qidalanmanı nəzərə alaraq elə plan hazırla ki, ekskursiyaya bütün şagirdlər gedə bilsin. Yenə burada hazırlamaq var, bir plan həyata keçirmək var. Sinifdə səs çox yayılır. Səsi azaltmaq üçün 2 praktik təklif ver, hansının daha effektiv olduğunu izah et. Yenə nə isə həyata keçirəcəyik. Bir günlük sağlam qidalanma ilə bağlı menyu hazırla və seçimini əsasla. Yenə hazırlamaqdır, praktik olaraq həyata keçirməkdir. Evdə istifadə edilən təmizləyici maddələrin təhlükəsiz saxlanması üçün qaydalar hazırla. Yenə nə isə hazırlayacağıq, nə isə həyata keçirəcəyik. Tarixdə baş vermiş bir səhvdən çıxış edərək müasir dövrdə eyni səhvin təkrarlanmaması üçün 3 tövsiyə hazırla. Yenə nə isə hazırlayacaq. Fikir verirsiniz, praktika tələb eləyir. Hazırlamaq, həyata keçirmək. Praktik təfəkkür bundan ibarətdir. İndi testlərdə qarşımıza çıxanda daha yaxşı mənimsəmiş olacağıq. Situativ testlərlə. Əsas odur ki, mahiyyətini başa düşdük, anladıq ki, praktik təfəkkür nədir? İnsanın gündəlik həyatda qarşılaşdığı real situasiyaları, yəni problemləri məqsədə uyğun şəkildə həll etmək və öyrəndikləri nəzəriyyəni həyati bacarığa çevirməkdir. Sonra gəlir abstrakt təfəkkür. Abstrakt təfəkkür nədir? Abstrakt təfəkkür, ümumiyyətlə, abstrakt sözünün mənası mücərrəddir. Real olmayan, mücərrəd. Və abstrakt təfəkkür də mücərrəd düşünmədir. Yəni, xəyali düşünmədir. Xəyali. Məsələn, şagirdlərə ən çox abstrakt təfəkkürdən belə istifadə olunur ki, öz fikirlərini ifadə edir, öz yanaşmasını söyləyir, öz fikir və mülahizələrindən çıxış edir. Xəyali olaraq canlandırır, düşüncəsində canlandırır onu. Aydındırmı? Baxın, burada verilən suallar var ki, deyir ki, bir riyazi modeli iqtisadiyyatın hansı sahəsində istifadə etmək olar? Fikir verirsiniz, şagird burada öz fikir və mülahizələrindən çıxış edəcək. Düşüncəsindən istifadə edəcək. Bu bioloji prinsip gündəlik həyatdan bir nümunə ilə izah et. Bu prinsipi gündəlik bir həyatdan bir nümunə ilə izah et. İzah edəcək. Bu bilik olaraq konseptual biliklə əlaqəlidir. Konseptual bilikdə nə idi? Öz sözləri ilə ifadə etmək, öz fikirlərini ifadə etmək, öz fikir və mülahizələrlə çıxış etmək.
Fikir versiniz bu düşüncə ilə, yəni xəyali bir situasiya ilə fikirləşib öz düşüncələrini, öz fikirlərini söyləyəcək. Azərbaycan ədəbiyyatında sufizm həmin dövr tarixi ilə necə əlaqələndirmək olar? Burada da şagird öz fikirlərini deyəcək. Yəni belə deyim, ümumiləşdirmə, əlaqələndirmə, öz düşüncəsi ilə, öz sözlərlə ifadə etmək və yaxud da simvolik bir suallar verməklə xəyali düşünməsinə şərait yaradıb abstrakt təfəkkürünü inkişaf etdirmək olar. Məsələn, ən çox ədəbiyyat müəllimləri, deməli, ədəbiyyatda var, məcazlar var, bədii təsvir və bədii ifadə vasitələrindən söhbət gedir. Təbii ki, burada müəllim deyəcək, orada simvol var və yaxud da deyək ki, metafora var. Baxın, bunlar məcazidir. Bunlar məcazi olaraq düşünəcək. Məsəl üçün, düşüncəsində onu canlandıracaq. Sülh quşu deyəndə ağlımıza nə gəlir? Göyərçin. Yəni, göyərçin nəyi simvolizə edir? Sülhü, azadlığı, düzdür? Baxın, məcazi mənada, yəni mücərrət olaraq şagird onu beynində canlandırır ki, sülh quşu görəndə, daha doğrusu göyərçini görəndə sülh quşu mənasını simvolizə edir. Görürsünüz, biz bunu ağlımızda fikirləşirik, xəyali olaraq fikirləşirik. Aydındırmı? Və yaxud da gerbimizdə olan o alov şəkli, Azərbaycanın odlar yurdu olmasını təmsil edir. Fikir versiniz, xəyali cəhətdən onu düşünür şagird. Xəyali olaraq düşünür və bu olur abstrakt düşüncə, abstrakt təfəkkür. Öz sözləri ilə ifadə etmək, öz sözlərindən çıxış etmək, izah etmək, arqumentlər gətirmək, ümumiləşdirmək, səbəb-nəticə əlaqəsi, bunların hamısı abstrakt təfəkkürə aiddir. Daha sonra gəlir analitik təfəkkür. Analitik təfəkkür hissələrə parçalamaq, təhlil etmək, tədqiqat aparmaq, sistemli və məntiqi şəkildə hissələrə bölmək analitik təfəkkürü ehtiva edir. Hissələrə ayırma. Birinci gəlir hissələrə ayırmaq. Yəni analitik düşünmək üçün, analitik təfəkkürü inkişaf etdirmək üçün birinci hissələrə ayırmaq lazımdır verilən situasiyanı. Sonra müqayisə və qarşılaşdırma aparmaq lazımdır. Daha sonra səbəb-nəticə əlaqəsi, sübutla düşünmə. Baxın, bunların hamısı analitik təfəkkürə xidmət edir. Analitik təfəkkürü inkişaf etdirmək üçün, formalaşdırmaq üçün, baxın, bu yollar, bu üsullar analitik təfəkkürə xidmət edir. Alternativ izahlar, bunların hamısı nəyə xidmət edir? Analitik təfəkkürün inkişafına xidmət etmiş olur. Daha sonra gəlir produktiv təfəkkür. Deməli, produktiv təfəkkür nə deməkdir? Produktiv təfəkkür problemin həll etməsinə yönəlik bir təfəkkürdür. Yəni, problem həll etməsi üçün lazım olan bir təfəkkürdür. Problemi addım-addım, ardıcıl şəkildə həll olunmasına xidmət edir. Əvvəlcə biz nə edirik problem həll edərkən? Ümumiyyətlə, gəlin produktiv təfəkkür nə deməkdir ona baxaq. Produktiv təfəkkür, deməli, insanın problemi və situasiyanı dərin şəkildə anlayaraq onu yenidən qurması və bu əsasda yeni, mənalı, işlək həll tapmasıdır. Bu zaman insan sadəcə yadda saxladığı qaydanı tətbiq etmir, problemin daxili strukturunun, onun əsas və ikinci dərəcəli elementlərini, eləcə də elementlər arasındakı əlaqəni görməyə çalışır. Baxın, burada bir situativ misal verilibdir, nümunə verilibdir. Burada qeyd olunur ki, 9-cu sinif şagirdi demək olar ki, hər gün ilk dərsə gecikir. Hamı ona axşam tez yat deyir ki, tez durasan. Şagird əvvəldən bildiyi bu məsləhətləri dəfələrlə sınayır, amma vəziyyət çox da dəyişmir. Çünki şagird burada nə etməlidir birinci? Problemin nə olduğunu, yəni niyə hər gün dərsə gecikdiyini, problem hər gün dərsə gecikməsidir. Bu problemi yaradan, problemin necə həll etmə yollarını axtarmalıdır, problemi yaradan səbəbləri axtarmalıdır. Ona görə çox da bu əlverişli olmur bu məsləhətlər, yəni şagirdə kömək olmur. Deməli, şagird nə edir? Şagird deməli bir həftə ərzində səhər nə etdiyini yazır. Deməli, saat 7-də zəng çalır, amma 10 dəqiqə yerində uzanır. Yəni, problemin nə üçün yarandı? Problem nədir? Onu aydınlaşdırmağa çalışır şagird. Deyir ki, saat 7-də zəng çalır, amma mən 10 dəqiqə yatağımda oluram. Daha sonra saat 8-ə işləyir, 8-in yarısı olur. Mən hələ telefonda, sosial şəbəkədə oluram. Saat 8-in yarısı olur, tələsik geyinir. Saat 8-ə qalmış evdən səhər yeməyini yeyir və saat 8-ə 5 dəqiqə qalmış evdən çıxır. Halbuki bir 10-15 dəqiqə qabaq çıxmalıdır. Və şagird həll yolunu tapır, problemin daha doğrusu səbəbini tapır ki, yəni necə olur ki, məni gecikdirən səbəb nədir? Problem nədir? Problem odur ki, şagird səhər duran kimi, yəni oyanan kimi
yatağından qalxmır, telefonla oynayır. Baxın, problem budur ki, şagird bir 15 dəqiqə, yarım saat burada, yəni 8-ə 10 dəqiqə işləmişdən 8-in yarısına kimi telefonla oynayır. Yəni bunun problemi telefonla oynamaqdır. Deməli bu şagird bunu necə həll edir? Şagird telefonu dəhlizə qoyur. Yəni zəng çalan zaman məcbur olur, yəni durur, dəhlizə gedir və təzədən yerinə qayıtmamaq üçün yerini düzəldir və belə-belə, yəni artıq problemi yavaş-yavaş aradan qaldırır. Deməli, burada şagird problemin nə olduğunu müəyyənləşdirir. Eyni zamanda, baxın, burada qeyd olunur ki, burada bu situasiyada şagird problemi sadəcə tezdən durmaq məsləhəti ilə yanaşmır. Öz gündəlik fəaliyyətini də təhlil edir, problemi başqa cür qurur və real şəraitə uyğun işlək tədbir həyata keçirir. Fikir verirsinizmi? Produktiv təfəkkür problemin məzmunu və strukturunu dərindən başa düşməyə, obyektiv və situasiyalara yeni funksional baxış bucağı tapmağı, bu yeni baxış əsasında məna kəsb edən real və səmərəli həll yolu formalaşdırmağı ehtiva edir. Bu səbəbdən də, baxın, burada yazılanları oxuyursunuz mütləq şəkildə, çünki bu test sözləridir, baxın müəllimlər. Bu səbəbdən produktiv təfəkkür təhsildə, peşəkar fəaliyyətdə və gündəlik həyatda sadəcə qaydanı bilməkdən daha yüksək səviyyəli bacarıq hesab olunur. Yəni sadəcə qaydanı bilmək kifayət etmir. Onu həll olunması, yüksək səviyyədə həll etmə bacarığı tələb edir və insan hazır sxemləri təkrar edən icraçıdan problemləri anlayan, onu yenidən qura bilən yaradıcı analitik subyektə çevrilir. Yəni biz təkcə problemi həll edəndə onun həll olunması üçün çalışmırıq. Eyni zamanda problemi anlayan, onu yenidən qura bilən, yaradıcı analitik bir insana çevrilmiş oluruq. Belə müəllimlər, ümid edirəm ki, sizin üçün çətin olmadı.